Salam əleykum. Yeni bir dərs videosuna daha xoş gəlmisiniz. Bu videoda ədədlərin ixtisarına baxacağıq. Deməli, ədədlərin də ixtisarda iki cür ixtisar növünə baxacağıq. Kəsrlərdə ixtisar və tənlikdə ixtisar. Əvvəlcə gəlin görək ixtisarı anlayışı nə deməkdir. Ədədlərin onların birdən fərqli ortaq bölənlərinə bölünməsinə həmin ədədlərin ixtisarı deyilir. Məsələn, 16 ilə 24 götürək. 16 və 24. Bu ədədlərin hər ikisini də 4-ə bölsək, 16-nı 4-ə bölsək 4, 24 4-ə bölsək 6. Deyilir ki, bu ədədlər 4-ə ixtisar olunub. İxtisar demək ki, elə bölməyə bərabərdir. Bir başqa məsələ verəcəm. Tutaq ki, 100 ilə 50-ni mən hər ikisində 50-yi ixtisara apara bilərəm. 100-ü 50-yə bölsəm 2, 50-ni 2-yə bölsəm 1. Gördüyünüz kimi bu zamanda 50 ixtisara getdi. Elə yenə eyni ədədi, məsələn 100 ilə 50-ni 2-yə də ixtisara apara bilərəm. 100-ü 2-yə bölsəm 50, 50-ni isə 2-yə bölsəm 25. Yenə onda da deyirik ki, bu ədədlər 2-yə ixtisar gedib. İndi gəlin ixtisar növlərinə baxaq. İki mövzuda ixtisar anlayışına toxunacağıq. Birinci kəsrlərdə ixtisar, ikincisi isə tənliklərdə ixtisar. Kəsrlərdə ixtisar keçiş eləyək. Kəsrlərdə ixtisar özü də iki yerə ayrılır. Birinci hissə ixtisar, ikincisi isə ən böyük ortalığına bölmə, yəni tam ixtisar. Hissə ixtisarda ən kiçik ədədlə hissə bölüb gedək. Məsələn, bir ədəd tutaq. Elə 100 ilə 50-ni aparmaq istəyirəm. Bu zaman bərabərdir. Əvvəlcə onları neçəyə bölərəm? Tutaq ki 2-yə. 100-ü 2-yə böldük 50, 5-i 2-yə böldük 25. Alındı 50-də 25. Bunları ən kiçik neçəyə bölə bilərsən? 5-ə bölə bilərəm. 25-i 5-ə 5, 50-ni 5-ə 10. Yenə 5-ə bölə bilərəm. Yazım 10-da 5-i. 5-i 5-ə 1, 10-u 5-ə 2. Demək, ixtisarımız getdi axıra qədər və 2-də 1 alındı. Demək, bu o mənanı verir ki, %50 elə özü 2-də 1-ə bərabərmiş. İndi bir fərqli yol da var. Ən böyük ortaq bölənə bölmə, yəni tam ixtisar. Bu zaman kəsrin sürət və məxrəci ondan ən böyük ortaq bölənə bölünür. Tutaq ki, yenə 100 ilə 50-ni aparaq. %50 yazırıq. Bu zaman bunların əbobu neçədir? Gəlin aşağıda da yazım. Əbob 50, 100 ilə 50 bizdə elə 50-yə bərabərdir. Demək ki, bunların hər ikisini 50-yə bölə bilərəm. Təbii ki də hər dəfə əbob tapmanıza ehtiyac yoxdur. Bu gözlə görülən bir şeydir onsuz da. 100-ə 50-yə apardım 2, 50-ni 50-yə 1. Elə bərabərdir 2-də 1. Gördüyünüz kimi çox sürətli bir şəkildə ixtisarımızı apardıq. İndi fərqli məqamlarda görək kəsrlərdə ixtisarlar necə gedir. Bunu təbii ki tam ixtisar üsulu ilə, yəni ikinci üsul ilə davam etdirəcəm. Birincisi bir kəsr üzərində ixtisara baxaq. Bir kəsr üzərində ixtisar aparan zaman, bu zaman kəsr xəttinin, yəni bax gördüyünüz bu böyük xəttin əks tərəfindəki ədədlər ixtisar olunur. Yəni surətlə məxrəc ixtisar oluna bilər. Surət məxrəclə, məxrəclə surətlə. İndi gəlin əvvəlcə baxaq, görək tam olaraq hansı ixtisar gedər. Eyni ədədlər tam ixtisar gedir. Yəni ki 3 ilə 3 tam olaraq gedirlər. Orta artıq heç nə qalmır. Sonra baxaq görək oxşarlar hansılardır. Mən görürəm ki 28 ilə 14 hər ikisi 14-ə ixtisar gedə bilər. 14-ü 14-ə bölsəm 1, 28-i 14-ə bölsəm 2. Sonra baxım, görürəm ki 17 ilə 34 də gedə bilər. 17-yə özü də. 17-ni 17-yə böldük 1, 34-ü 17-yə böldük 2. 38 ilə 19 da gedə bilər. 19-a qədər ixtisar, 19 19-a bölsək 1, 38 19-a bölsək 2. Görək yuxarıda nələr qaldı? Qaldı 2, vurulsun 2, bölünsün 2. Bu zaman bu 2 ilə bir digər 2-ni də ixtisar apara bilərəm. Cavabımız elə 2 alınır. Demək ki, bu qədər qarışıq kəsr ixtisar aparsa, bizə cavabda 2 alınır. İkincisi 2 kəsr üzərində ixtisardır. 2 kəsr üzərində ixtisar aparan zaman ayrı-ayrı kəsrlərin surət və məxrəcləri ixtisar oluna bilər. Yəni buranın surəti buranın məxrəci ilə də ixtisar oluna bilər. Bunda heç bir səhv yoxdur. İndi yenə oxşarlıqlarla gedək. Birinci görə eyni var, xeyr, eyni ədədlər yoxdur. Lakin baxaq, 13 ilə 39 hər ikisi 13-ə ixtisar gedə bilər. 13-ü 13-ə 1, 39-u 13-ə 3. Sonra 3 ilə 9 ixtisar gedə bilər. 3-ü 3-ə böldük 1, 9-u 3-ə böldük 3. 16 ilə 8 ixtisar gedə bilər. 16-ı 8-ə böldük 2, 8-i 8-ə böldük 1. 7 ilə 14 ixtisar gedə bilər. 7-ni 7-yə böldük 1, 14-ü 7-yə böldük 2. Nə qaldı əlimizdə? 2 qaldı. 2 vur, 3, bölünsün. Burada 2 qaldı. 2 vurulsun, burada 3 qaldı. Gördüyünüz kimi 2 ilə 2-ni ixtisar apara bilərəm. 3 ilə də 3-ü. Deyək, əlimizdə sadəcə bizim 1 qaldı. Bir digərini keçək axırıncıya. Bir ədəd və bir kəsr üzərində ixtisar. Bu zaman tam ədəd ilə kəsrin surəti ixtisar oluna bilər. Baxın, bu gördüyünüz 15 sanki surətdəki ədəd kimi düşünün. 15 3 ilə ixtisar gedə bilməz heç bir zaman. Amma 50 ilə gedə bilər. Niyə belə olur? Çünki 15-i biz 1-də 15 kimi xəyal eləyə bilərik. Gördünüz, 15 burada bir surət kimi görsənir. İndi bu ixtisarımızı eləyək.
15 ilə 50 ən çox neçə ixtisar gedər? 5-ə əlbəttə. 15-i 5-ə böldük 3, 50-ni 5-ə böldük 10. Demək nə qaldı? Surətimizdə 3 vurulsun 3, 3 vurulsun 3, məxrəcimizdə isə 10 qaldı. Elə bu da neçə edir? 10-da 9. Bu qədər sadə. İndi keçək tənliklərdə ixtisar necə olur? Tənliklərdə ixtisar zamanı bərabərliyin əks tərəfindəki ədədlər ixtisar oluna bilər. Buna məsəl olaraq nə deyə bilərik? 17x bərabərdir 34. Bu zaman görürsünüz ki 34 ilə 17 əks tərəfdəki ədədlərdir. Bunları ixtisar apara bilərəm. Ən çox neçə ixtisar edər? Təbii ki 17-yə. 17-ni 17-yə böldük 1, 34-ü 17-yə böldük 2. Demək bizə nə alındı? X bərabərdir elə 2. Bir digər nümunə göstərsəm, 15 vurulsun 13 vurulsun x bərabərdir 26 vurulsun 5. Bu zaman görürük ki 13 isə 26 13-ə ixtisar gedər. 13-ü 13-ə böldük 1, 26-ı 13-ə böldük 2. 5 ilə 15 də ixtisar gedər 5-ə. 5-i 5-ə böldük 1, 15-i 5-ə böldük 3. Bu zaman oldu 3x bərabərdir 2, x də bərabərdir 3-də 2. Əlavə bir qeyd olaraq da deyə bilərik ki, həmçinin bərabərliyin əks tərəfindəki məxrəc məxrəcə, surət və surətə ixtisar oluna bilər. Bir məsələ olaraq bir məsələ yazaq. Bu zaman dedik ki, surət surətə məxrəc və məxrəcə ixtisar gedə bilər. Yəni 17 ilə 34 ixtisar gedə bilər. Neçəyə gedər? Əlbəttə 17-yə. 17-ni 17-yə 1, 34-ü 17-yə 2. Məxrəc və məxrəc ilə gedə bilər. 24 ilə 24 ilə, hər ikisini 24-ə bölsək 1. Demək neçə alındı bizim cavabımız? X bərabərdir 2. 2 də buradan gəlir. Dərsimiz bu qədər.